Doktor, misal üçün, ötən ay məndə belə bir mədə şikayəti başlamışdı. Hər dəfə yemək yeyəndən sonra yenə də özümü aç hiss edirdim. Sanki mədəm sıyrılır. Sonra da sanki mədəmdən daş asılır. Və təbii ki, mənim gözəl doktorum mənə qəşəng bir müalicə yazıbdı və artıq demək olar ki, şikayətlərin bir 90%-ni geridə buraxmışam. Eyni şikayətlər əgər izləyicilərimiz də yaşayırsa, yəni hər yeməkdən sonra mədəsində bir sıyrılma varsa, yaxud sanki mədəsində bir daş asılıbsa, bu şikayətləri varsa, hansı mədə xəstəliyinin, belə deyək, bu əlamətləridir? Bu, bəsit bir qastrit də ola bilər, mədə xorası da ola bilər, yəni turşuluğun azalması ilə gedən qastrit də ola bilər, turşuluğun çoxalmasına gedən də qastrit ola bilər. Bilirsiniz necədir? Biz həmişə xəstələri müalicə edəndə necə yanaşırıq? Biz xəstəliyi müalicə etmirik, biz xəstəni müalicə edirik. Çünki bəzən olur, görürsünüz, sosial şəbəkə vasitəsilə də bizə deyirlər ki, 3 dənə şikayət yazılar ki, doktor, bu şikayətlərim var, mən hansı dərman içə bilərəm? Yəni, deyəndə ki, müayinəsiz müalicə yazmaq doğru bir şey deyil, onu yanlış başa düşürlər insanlar ki, elə hamımız sırf yəni bu pula görə eləyirəm. Əslində belə deyil. Çünki adi bəzən olur, xəstə gəlir, görürsünüz ki, köpü var, yanması var, qıcqırması var, görürsən sadə bir bəsit bir qastriti var, yəni bir mədəsində sadəcə bir insanlar başa düşəcək, bir qızartılar var, səpkilər var. Bəzən də olub xəstə yanıma gəlib yanma köp şikayəti ilə, mədədə ağrı şikayəti ilə xəstənin mədəsinin xərçəng tapmışıq. Yəni oxşar şikayətlər o qədər çoxdur ki, bəzən görürsünüz, xəstə gəlir, deyir, doktor, sadəcə köpüm var, başqa bir şikayətim yoxdur, xaricə səfərə gedirəm və ona görə müayinə olmağa gəlmişəm. O kişidə biz müayinə eləyəndə 5 dənə, yəni bu ölçüdə qanayan xoralar aşkarladıq mədəsində. Elə xəstə gəlir ki, amma sadəcə köp şikayətinə müraciət eləmişdi xəstə mənə. Elə xəstə gəlir ki, əlin tutur qarnına 2 qat gəlir ki, doktor, ölürəm, mədəm dəhşətli dərəcədə ağrıyır. Baxırıq ki, sadəcə mədəsində eroziyalar var. Yəni, xəstəliklər hər xəstədə fərqli şəkildə təzahür eləyə bilir deyə, müayinə olunmadan yazılan müalicə valla falçılıqdan başqa bir şey deyil. Bu tamamilə bir falçılıqdır. Sizdə ola bilər ki, bəzi qastritin, sizə baxmışdıq o vaxtlarım, erozyon qastrit var idi, müalicə elədi, keçdi, getdi. Fəsil dəyişkənliyinə görə müəyyən qədər kəskinləşə bilər. Artıq sizin mədənizi görmüşəm, məlumatım var deyə, yəni mən daha rahat şəkildə müalicə yazıb tövsiyə verə bilirəm. Amma mədəsini görmədiyim heç bir xəstəni, yəni tanımadığım, müayinə etmədiyim, dinləmədiyim, anamnez toplamadığım xəstənin 3-4 dənə şikayətinə görə dərman deyə bilmərəm, bu mümkünat yoxdur. Mənə görə bu bir cinayətdir.